Boş ver. Papa nasıl kuşlamıştı? Ne bileyim. Bu papa ne hoşdur bu işi? Kurucu yoksa nasıl? Ne bileyim, ikisini de hoşdur. Buradaki de kadar. Papa çünkü de. Ya şey için. Kısta. Можно нам будет? İndi 1 kilo Sağ ol. Aldıqlarımı sizinlə bölüşeceğim. Tam sıra getdim bu səfər. Çoxdan oraya getmək istəyirdim. Tam tərifliyirdi ki, orada endirimlər var. Belədir, yaxşı belədir. Şimdi getdik, baxaq görək. 139 manat pul ödədim. Baxaq görək 139 manatda nələr var. Məsafətdə götürdüm. Sonra bizə kitab ucu lazım idi yenə raboçlar üçün. Ondan onu aldım. Böyle Milan pendiri. 3 inek. 1 kilo kanat. Aksirke. Böyle yine soğuk. Böyle rotunun makarnası gibi. Geçen de biraz danışım geldi rakuşka. Böyle tereyağı. Böyle burger için pendir. Son zamanlarda bu yağı tərifləyirlər. Mən ikinci səfərdə sınıram. Bu da endirimə düşmüşdü. 12 manatdan deyəsən səhv eləmirəmsə, mən bunu 7 manata aldım. Sonra böyle yakıya getirdim. Əbülfəz həyətin pişiklərinə korm, şor ve smetan. İki tane böyle tuz, su. Kolları silmək üçün belə bir yüzey təmizləyici aldım. Pudra iyi gəlir. Sonra bir dənə belə endirimdəydi, belə bu qablondan aldım. Sonra 20 Azreyin üstü alışverişlərdə bu Ariel 25 manatdan endirmə düşür. 3 kiloluqdur. Rənglisi ağlılar üçün də var. 10 manat 40 qəpiyə düşdü. Bundan aldım. Brokoli getirdim. Bu pendirden. Çok qəşəng iyi var. Birinci səfərdir bundan alıram. Tudur. Bu da endirimə düşmüşdü. 250 qramlıq. Səhv eləmirəmsə 4 manat neçə qəpiyə aldım. Başlaqlar, başlar. Sonra böyle kırmızı lobiya aldım konservasını. Salat edirəm ondan. Nohut. Greçka. Tuz.
belə hisə verilmiş toyuq, qaroq, daha sonra turşu götürdüm. Arkadaşlar sonra belə 1 kilo 800'dü, təzə düydü, bilmirəm, tajdar. Ondan götürdüm, bu da endirimdəydi. Bir fəz pepsi götürdüm. Saçaqlı pendir, bulgur, ayran, sok ve böyle Balanski pendir. Şu aldıklarım bu kadar. Bu aldıklarıma 139 manat pul ödedim. Tam Store'dan əldə elədim. Mən bu zonadakı Tam Store'a getmişdim. Əgər ehtiyacı olanlar varsa yararlanın, məncə endirimlər də var idi. Aldıqlarım əvvəlcə 153 manat tutmuşdu. Daha sonra endirim oldu və 139 manat ödedim. Əgər ehtiyacınız varsa məncə yararlanın. Gələn videolarda görüşənədək videomu bəyənib rəylərinizi yazmağı, paylaşmağı unutmayın. Hələlik.